Baxaq üçbucaqların bərabərliyinə. Üçbucaqların bərabərliyi nədir? Üçbucaqlarda bərabərliyin 3 əlaməti var. Bir üçbucağın 3 tərəfi digər üçbucağın 3 tərəfinə bərabərsə, bu üçbucaqlar bərabərdir. Yəni AB bərabərdirsə MN-ə, BC bərabərdirsə NK-ya və AC bərabərdirsə MK-ya, onda bu üçbucaqlar bərabər üçbucaqlar adlanır. Yəni SABS bərabərdir SMNK-ya. MNK-ya. İkinci qaydası, üçbucaqların bərabərliyin ikinci qaydası. Əgər bir üçbucağın bir bucaq və ona bitişik iki tərəfi, digərinin bir bucaq və ona bitişik iki tərəfinə bərabərdirsə, onda bu üçbucaqlar bərabər üçbucaqlar adlanır. Məsəl üçün, bucaq B bərabərdir bucaq N-ə, onda bu tərəfə, bu bucaqlara bitişik tərəflər də bir-birinə bərabər olmalıdır. Yəni, AB tərəfi bərabərdir MN-ə və BC tərəfi də bərabər olmalıdır NK-ya. Bu şəkildə. Və üçüncü qayda. Bir üçbucağın bir tərəfi və ona bitişik iki bucağı, digərinin bir tərəfi ona bitişik iki bucağına bərabərsə, onda bu üçbucaqlar da bərabərdir. Yəni, AC tərəfi MK tərəfinə bərabərdirsə, onda bucaq A bərabərdir bucaq M-ə və bucaq C də bərabərdir bucaq K-ya. Bu da bərabərliyin üçüncü əlaməti oldu. Baxaq indi üçbucaqlarda oxşarlıq əlamətlərinə. Nə zaman üçbucaqlar oxşar sayılır? A, B, C və yenə qeyd eləyək M, N, K üçbucaqların, MNK üçbucaqların. Deməli, oxşarlığın da 3 əlaməti var. Birinci baxaq oxşarlığın birinci əlamətinə. Əgər bir üçbucağın iki bucağı digərinin iki bucağına bərabərdirsə, onda bu üçbucaqlar oxşardır. Bucaq A bərabərdirsə bucaq M-ə və bucaq B bərabərdirsə bucaq N-ə, onda SABS oxşardır SMNK-ya. Deməli, bir üçbucağın iki bucağı digərinin iki bucağına bərabərsə, onda bu üçbucaqlar olacaq oxşar üçbucaqlar. İkinci qaydaya keçək. Əgər bir üçbucağın bir bucaqları, yəni bucaq B bərabərdirsə bucaq N-ə və bu tərəfə, bu bucağa bitişik tərəflərinin nisbətləri, yəni AB-nin M-ə nisbəti bərabərdir BC-nin NK-ya nisbətinə bərabərsə, onda bu üçbucaqlar oxşar sayılır. Deməli, üçbucağın bucaqları və bu bucaqlara bitişik tərəflərinin uyğun nisbətləri nə olmalıdır? Bərabər olmalıdır. Bucaqlar bərabər və uyğun tərəflərin nisbəti də bir-birinə bərabər olmalıdır. Üçüncü qaydada da bir üçbucağın üç tərəfi bir üçbucağın üç tərəfi digərinin üç tərəfinə uyğun nisbəti bərabər olmalıdır. Yəni, AB-nin M-ə nisbəti bərabərdir BC-nin NK-ya nisbəti, bərabərdirsə AC-nin MK-ya nisbətinə, onda bu üçbucaqlar adlanır oxşar üçbucaqlar. Bu da belə oxşar üçbucaqlarda bildik. Oxşar üçbucaqlarda fikir versəz, uyğun nisbətlər bərabər olur. Amma bərabər üçbucaqlarda, məsələn, tərəflər bərabər olur. Burada isə tərəflərin nisbətləri bərabər olur. Oxşar üçbucaqlarda tərəflərin nisbəti A-nın A1-ə, B-nin B1-ə, C-nin C1-ə, uyğun tərəflərin nisbəti, sonra hündürlüklərin nisbəti H-ın H1-ə, tənbölənlərin nisbəti L-in L1-ə, medianların nisbətinə M-in M1-ə, perimetrlərin nisbəti P-nin P1-ə, daxilə çəkilmiş radiusların nisbəti, xaricə çəkilmiş radiusların nisbəti, yəni bütün uzunluqların nisbəti bərabərdir K-ya, yəni oxşarlıq əmsalına. Sahələrin nisbəti isə bərabərdir oxşarlıq əmsalının kvadratına, həcmlərin nisbəti isə bərabərdir oxşarlıq əmsalının kubuna. Bu da belə. Deməli, bir də bizi
oxşarlıqdan istifadə edib üçbucaqlar mövzusunda A, B, O, C, D qeyd eləyək. Baxırıq, qum saatı şəklində əgər AB paraleldirsə CD-yə və qum saatı görürük burada. Burada qum saatında baxın Z qaydası da var. Bu alfadırsa bura alfa olur uyğun olaraq. Bura betadırsa bura beta olur uyğun olaraq və bunlar da qamma olur. Və biz dedik ki, üçbucağın iki bucağı digər üçbucağın iki bucağına bərabərsə, onda bu üçbucaqlar oxşardır. Yəni, üçbucaq A, O, B oxşardır üçbucaq. Bizdə A bucağı D bucağına oxşardır. O bucaqları eynidir. B bucağı da C bucağına oxşardır. Yəni, üçbucaq A, O, B oxşardır üçbucaq D, O, C-yə. Bu şəkildə yazılır. Və bizdə bu da əslində oxşarlıqdan çıxan qaydadır. Qayda kimi yazaq. Bura X, bura Y, bura Z-dirsə və A, B, C, D, K, bir dənə də bura F yazaq. A, B paraleldir K, F-ə, o da paraleldir CD-yə. Bu zaman yazarıq. Deməli, 1 böl X bərabərdir 1 böl Y üstə gəl 1 böl Z-ə. Bu şəkildə.